Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov növbəti qəbulunu şəhərin 4-cü məhəllə ərazisində keçirib. Görüşdə şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, idarə müəssisə təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak edib. Şəhər rəhbəri qəbulda iştirak edən vətəndaşları fərdi qaydada dinləyərək, onların müraciətlərinə diqqətlə qulaq asıb. Əsasən sosial müdafiə, mənzil, məişət və məşğulluq məsələləri ilə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb. Zakir Fərəcov görüş zamanı araşdırma tələb edən məsələlərlə bağlı aidiyyatı qurumların rəhbərlərinə konkret tapşırıqlar verib. O, bu tapşırıqların qanunvericiliyin tələblərinə uyğun və qısa müddətdə icra olunmasının vacibliyini vurğulayıb. Qeyd edək ki, bu cür səyyar görüşlər Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən müntəzəm olaraq həyata keçirilir. Şəmistan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.